Salam, hörmətli bioloqlar. Son 10 gündə mən çox gözlədim ki, məşhur təlimçilərimiz, bioloq təlimçilər biologiya üzrə sertifikasiyadan ikinci şans sertifikasiya imtahanında olan sualların açıqlamasını verərlər, adəti üzrə, həmişə olduğu kimi. Lakin heç bir təlimçi müəllim, daima YouTube'da kanalları olan, hər bir imtahandan sonra, hər bir sınaqdan sonra bütün testlərə sanki yarışaraq, birinci olmağa çalışaraq açıqlama verən təlimçiləri çox gözlədim və onlardan heç bir testlərə aid fikir söyləmədiklərinə görə sertifikasiya imtahanında mövcud olan, mənim fikrimcə kifayət qədər çətin olan testlərin çalışdım, şərtlərini yadıma salım. Tam da olmasa, amma oxşatmağa çalışdım və hal-hazırda həmin testləri sizin müzakirə etmək üçün təqdim edirəm. Deməli, testin birində Donders modeli təqdim edilmişdi. Baxmayaraq ki, bu yeni biologiya dərsliyində var, amma köhnə dərsliklərdə istifadə olunmamışdı. Deməli, test belədir. Təxmini şərtini mən sizə təqdim edirəm. Aşağıda insanın nəfəs alma və nəfəs vermə proseslərini, həmçinin ağciyərlərdə və döş boşluğunda təzyiq dəyişikliklərini simulyasiya edən 4 fərqli anatomik vəziyyətə dair təsvir verilib. Doğru variantları müəyyən edin. Şərt çox gözəl görünür, lakin bu testdə olan şəkli tam özlüyünlə mən internetdə çox axtardım, tapa bilmədim. Rastıma çıxan ən münasib olan şəkil bu olduğuna görə bunu yerləşdirdim. Lakin real imtahan monitorunda bu şəkil çox böyük verilmişdi. Şərti oxuyurdum, şəkli görürdüm, amma onun altındakı mülahizələri mən görmürdüm. Mülahizələr verilmişdi. Vəziyyət 2-də hansı haldır, vəziyyət 4-də nə baş verir, yəni 4-də, vəziyyət 1-də və vəziyyət 2-də nələr baş verir və 4-cü şərtdə vəziyyət 2-ni tam təsvir edir. Sertifikasiya imtahanında olan müəllim həm şərt oxumalı, daha sonra ekranı, monitoru scroll edib aşağı düşüb şəkillərə diqqətlə baxmalı. Daha sonra ekranı yuxarı qaldırıb altındakı bu mülahizələri oxumalı və daha sonra cavab variantlarına baxıb münasib olan doğru cavabı tapmalıdır. Burada PowerPoint slaydında bu hamısı bir yerdə görünür və normalda da ən azından bu belə olmalıydı. Lakin imtahan vaxtı kompüterin monitorunda yuxarı şərti oxuyanda şəkillərin bir qismi düşürdü. Digər qism şəkillərə baxanda altdakı şərtlər, mülahizələr görünmürdü. Mülahizələri oxuyanda təbii ki, şərt yaddan çıxırdı. Şəkillərə baxanda mülahizələr yaddan çıxırdı. Mülahizələri də qavrayıb dərk eləyəndə aşağıdakı variantlara gəlib baxıb doğru variantı axtaranda yenidən yuxarıdakı yazılar insanın beynində qarışırdı. İndi bu testdə yaradılan süni çətinlik nədir? Bu balonlar, Donders balonları modeli şəkli testlərdə vizual interfeys problemi yaratdı. Bu tapşırıqlarda həm vizual təsvirlər, həm şərt bəndləri, həm də seçilməli olan cavab cümlələri həddindən artıq uzun və iri həcmli olmuşdur. Proqram təminatının interfeysi düzgün tənzimlənmədiyi üçün şəkli oxumaq üçün aşağı düşəndə şərtlər itirdi, şərtə baxmaq üçün də yuxarı qalxanda isə variantlar görünməmişdi. Monitor ekranında daim yuxarı aşağı hərəkət
etmək məcburiyyəti kəskin vaxt itkisinə səbəb olmuşdu ki, bu da diqqət dağınıqlığına və süni psixoloji gərginliyə səbəb olmuşdur. Növbəti testə baxaq. Testin təxmini yadda qalan şərti. Kərtənkələnin yumurtalığının yetişmə zonasına X sayda ilkin cinsi hüceyrə daxil olmuşdur. Prosesin sonunda əmələ gələn bütün yönəldici cisimciklərin ümumi sayını M, yumurta hüceyrənin sayına N ilə işarə etsək, meyozun sonunda yaranan birinci yönəldici cisimciyin bölünməsindən alınan yönəldici cisimciklərin sayını Y, meyoz 2-də oositdən ayrılan yönəldici cisimciklərin sayından 2 dəfə çoxdur olarsa, M çıxan N bərabərdir 10 olduğunu bilərək X-i və ya M-i müəyyən edin. Cavablar ya X belə verilmişdi, ya da ki, M-ləri soruşurdu. Yenə vurğulayıram, bu təxmini beynimdə canlandıra bildiyim bir şərtdir. Burada hansı çətinlik, süni çətinlik yarandı? Söz oyunu və yaxud dil qəlizliyi. Şərtdə eyni vaxtda həm X-i, həm M, həm N, həm də Y kimi 4 fərqli dəyişəndən istifadə olunur. Üstəlik də sonda yaranan oxşar yönəldici cisimciklərin sayı digərindən 2 dəfə çoxdur cümləsi riyazi məntiqi cəhətdən mətni həddindən artıq yüklüyür. Müəllim biologiya biliyini tətbiq etməkdən daha çox şərtdəki söz oyununu çözməyə çalışır və cümlənin sintaktik olaraq anlamağa məcbur edilir. Eyni zamanda burada artıq informasiya tələsi var. Buna deyilər redundant data. Şərtdə verilən Y yönəldici cisimciklərin sayı X-dən 2 dəfə çoxdur. Təxmini belə bir cümlə var idi. Ola bilsin ki, X yönəldici cismin sayı Y-dən 2 dəfə çoxdur. Mən ümumi konteksti çalışdım çatdırmağa. Bu hissə tamamilə artıq izafi məlumatdır. İmtahandakı vaxt qıtlığında namizəd bu 2 dəfə çoxdur ifadəsini də tənliyə qatmağa çalışır, vaxt itirir və lazımsız yerə çaşdırılır. Bu oogenes kərtənkələ məsələsinin qeyri-pedaqoji yanaşma göz qabağındadır. Dişi kərtənkələ oogenes məsələsinin fənn proqramının çərçivəsindən kənara çıxılaraq süni şəkildə mürəkkəb riyazi tənlik quruluşu var idi orada. M çıxaq N bərabərdir 10 və s. kimi tətbiq edilmişdir. Sual bioloji bilikdən çox cəbr həlli tələb etdiyindən qiymətləndirmə meyarlarına uyğun deyil. Növbəti testimiz belə idi. Testin yenə də deyirəm təxmini yadda qalan şərti. İnsanın xromosom xəritəsinə əsasən müvafiq olaraq Down-Patau-Edwards sindrom bu xəstələrin karyotipində say artımı baş verən xromosom cütlərindən aid olduğu qrupları müəyyən edin. Siz deyə bilərsiniz ki, burada nə var? Bəli, razıyam sizlə. Lakin bu gördüyünüz şəkil bütün monitoru örtmüşdür. Bu şəkildə burada verilən Down, Patau, Edwards bu ardıcıllığı, bu xromosom cütlərini tapmaq üçün, bu verilən hərflərlə uyğunlaşdırmaq üçün bu şəkil belə olsaydı, elə bir problemi yox idi. Mən şərti də görürəm, şəkli də görürəm. Lakin bu şəkil bütün monitoru örtmüşdür. Mən şərti oxuyuram, düşürəm aşağı. Burada yazılıb down. Deyirəm, aha, mən düşüm down'u tapım. Gəlib aşağı, down'u tapıram. Sonra deyirəm, yaxşı, down'u tapdım və tutalım ki, burada müvafiq hərfi görürsən. Sonra çıxırsan yuxarı. Deyirsən ki, ikinci nə verib? Patau düşüb. Gəlib burada patau olan hissəni tapana kimi. Tutalım ki, bunu da bir təhər yadında saxladın. Sonra Edwards'ı müəyyən etdin. Və bütün bunları, bu nəhəng şəkli, ucu-bucağı görünməyən şəkli təhlil edəndən sonra düşürsən aşağı cavablara baxmağa. Cavablar
bu hərflərlə işarələnmişdi. Aha, yuxarıdakı ardıcıllıq Down Patav Edward. Burada həmin ardıcıllıq fərqlidir. Burada da yenə də tamamilə hərf oyunu gedir. Bu üç punktun arasında qalan və bu nəhəng bir şəklin arasında qalan müəllimin bu variantı tapmağa elə deyil ki, müəllim bunu bilmir. Sadəcə burada yaradılan o süni çətinlik, süni maneədən gedir söhbət. Çünki çox iri ölçülü xromosom cütlərinə dair şəkilli test tapşırığında bu iri ölçülü xromosom cütləri təsvir edilmiş şəkilli testdə qrafik təsvir qeyri-dəqiq, vizual baxımdan qüsurlu, bununla yanaşı sualın həlli həddindən artıq uzun vaxt tələb edən analizə əsaslanır və ayrılmış vaxt limitinə heç bir halda uyğun gəlmir. Vaxt limitinin düzgün hesablanmaması. Bəli, sertifikasiya imtahanında hər suala təxminən 1,5-2 dəqiqə vaxt düşür. Belə çox dəyişənli, həm bioloji sitologiyanı, həm də riyazi tənlik qurmağı tələb edən və qəliz mətnə sahib olan bir sualı oxumaq, anlamaq, qaralamada analiz etmək, həll etmək ən azı 3-4 dəqiqə vaxt aparır. Bu isə digər sualların vaxtından oğurlayır. Sözü gedən, bayaq göstərdiyim meyuz bölünmə məsələsində eyni anda 4 fərqli dəyişən x, m, n, y və həlli üçün heç bir funksionallığı olmayan, sadəcə çaşdırıcı xarakter daşıyan artıq məlumatlardan istifadə edilib. Sualın mətni həddindən artıq uzun, qəliz qurulduğundan sertifikasiya imtahanındakı vaxt limiti çərçivəsində namizədin bioloji bilikləri deyil, sürətli, riyazi, oxu və məntiq qabiliyyətini sınağa çəkilir. Bu isə fənn müəlliminin real bilik səviyyəsinin qiymətləndirilməsində obyektivliyi azaldır. Və nəhayət sualların çətinlik və mürəkkəblik dərəcəsi sözü gedən suallardan gedir. MIQ səviyyəsində tənzimlənib. Lakin razıyam, olsun. Deyə bilərsiniz ki, burada nə var ki, müəllim o səviyyəni də bilməlidir. Lakin 3 saatlıq MIQ imtahanı formatındakı bu cür ağır sualların sertifikasiyada cəmi 2 saat vaxt çərçivəsinə salınması, üstəlik proqram təminatının donması və vizual interfeys qüsurları müəllimin öz real elmi potensialını biruzə verməyə, göstərməyə kifayət qədər vaxtı olmadı. İndi isə hörmətli bioloqlar, xahişim budur ki, siz də bu suallara öz münasibətinizi bildirəsiniz və fikirlərinizi bizə çatdırasınız. Çox sağ olun diqqətinizə görə.